Düzünü desəm, birinci hissədə oyunu 3-4-0 hesabı ilə bitirməliydik. Çünki rəqib bir gol vurandan sonra oyunun sonunda biraz gərginlik yaşadıq. Amma qələbə qazandığımız üçün xoşbəxtik. Əsas məsələ oyuna uyğunlaşmaq və daha böyük hesabla qalib gəlmək idi. Amma bu alınmadı. Dediyim kimi, ilk hissədə 3-4 gol vurmalıydıq. Hər halda qələbə qazandıq və indi qarşıda son oyun var. Onu da qazanmalıyıq. Bəli, çünki hazırda Avropaya çox yaxınıq. Xatırlayıram ki, 2 ay əvvəl hamı deyirdi ki, gələn il Avropaya gedəcəyik. Biz isə buna inanırıq. Hər oyuna qələbə üçün çıxırıq. İstər sabah, istər digər rəqiblər olsun. Bütün oyunları qazanmalıyıq. Bəli, bu iki oyun çox önəmlidir. Çünki bir oyunumuz azdır və maksimum nəticə qazanmalıyıq. Ən azı bu oyunlarda uduzmamalıyıq. Heç olmasa bir xal götürmək lazımdır. Bilmirəm, bunu dəqiq deyə bilmərəm. Hər iki məşqçisi çox yaxşıdır. Ola bilsin ki, yeni məşqçinin gəlişi komandada bir yenilənmə yaratdı. Bəlkə də bunun təsiridir. Amma əvvəlki məşqçi Samir də yaxşı idi. Ona görə səbəbini tam izah etmək çətindir.